Hamının axşamı xeyir olsun, hörmətli bizim izləyicilər. Biz Masazırda sizə bir ev təqdim eləmək istəyirik. İlk olaraq onun bütün məlumatlarını verib, sonra hər şeyi siz özünüz bu videoda görəsiniz. Deməli, bu ev 9 mərtəbənin 6-cı mərtəbəsidir. Qazı var, qufçası var, 2 dənə lifti var, yəni biri yük üçün, biri adam üçün. Qiymət 105.000 manat. İlkin olaraq da bu vəziyyətdə 105.000 manata deyir. Bax, bu vəziyyətdə gördüyünüz bu ev. Yəni, məlumat verdim. Deməli, qiymət 105.000, qufçalı, qazı var, hər şeyi var, lifti var. Bax, belə gördünüz, belə giriş hissəsidir. Sol tərəfdə qardırof üçün nəzərdə yer tutulub. Paltaryan da o da nəzərdə tutulub. Bax, gördüyünüz, bax, sağ tərəfdə bunun o sanitar qovşağıdır, boş vəziyyətdədir. Və burada sol tərəfdə balaca belə yataq otağıdır, bir yataq otağı. İkinci yataq otaqda onun bax, budur. Bax, gördüğünüz ki, pərdəsinə kimi qoyulub, bax, çilçilək asılıb, hörmətli, bax, izləyicilər. Bax, görürsünüz, bu mənzilə siz sahib ola bilərsiniz. Deməli, burada girirsiniz, çox böyük, geniş bir otaq, çox geniş. Yəni, bu ev sahibi evi param eləməyib, çox işıqlı, bax, gözəl, çilçilaqlı, ideal vəziyyətdə ev təmin olunub. Burada mətbəxin yeridir, yəni subyektivlidir. Burada yemək pişirirsiniz, burada da yeyirsiniz və istirahət edirsiniz. Tamına səliqəli, çox klassik bir təmin olunub. Çox gözəl təmin olunub, həqiqətən də çox gözəldir. Yəni, bu evə girən bu evin səliqəsindən çölə çıxmaz. Bax, bu da bunun eyvanıdır. Bu sizə qaz şotçukunu göstərdim. Bax, qaz şotçuku, suyun kombinin yeri, bu da trafın yeri. Bax, belə. Bu da mənzilimizin mənzərəsidir. Bax, belə bir mənzərədə Böyük Bakı şəhərinə baxış, Masazır qəsəbəsinə baxış, Xırdalan qəsəbəsinə baxış, bu sizin ola bilər. Əgər gecə ilə bu ev almaq istəyirsinizsə, siz bizə zəng elə bilərsiniz, günüz zəng elə bilərsiniz, heç bir problemi yoxdur. Nəysə, kim bizim videoya axıra qədər baxsa, çox sağ olsun. Biz ona sonsuz minnətdarımızı bildiririk ki, çox xahiş edirik ki, videomuzu bəyənəsiniz, paylaşasınız. Hansısa bir dostunuza, tanışınıza, qohumuza yardımcı olasınız. Həm ev satanın işi düzəlir, həm də ev alan işi düzəlir. Bu xeyirxah işdən yararlanın. Çox sağ olun. Gələn görüşlərə qədər.